Salam, hər vaxtınız xeyir. Dimin 9-cu siniflər üçün olan test toplusundan funksiyalar bölməsinin test tapşırıqlarının izahını etməyə davam eləyəcəm. 101-ci test tapşırığından başlayaq. Bundan öncəki 100 dənə testin izahı kanalda yerləşdirilir. Deməli, biz baxırıq nəyə? 101-ci testə. Deyir ki, y bərabərdir x kvadratı çıx 6x üstəgəl 2 parabolasının təpə nöqtəsinin koordinat müstəvisində yerini müəyyən edin. Yəni, biz gərək təpə nöqtəsinin özünü tapaq ki, koordinat müstəvisində də yerini tapa bilək də, düzdürmü? Gəlin, baxaq görək, bunun təpə nöqtəsi nədir? Deməli, y bərabərdir x kvadratı çıxılsın 6x üstəgələ 2. Biz təpə nöqtənin koordinatını tapmaq üçün bir düsturumuzu bilirik. Mənfi b böl 2a düsturundan istifadə edirik. Yəni, təpə nöqtənin x-ini tapmaq üçün. Y-in də tapmaq üçün nə edirik? Buradakı x-i tapıb, gətirib buralarda yerinə yazaraq da y0-ı tapırıq. İndi gəlin, baxaq görək, bizdə a və b nədir? Deməli, uşaqlar, b x-in qarşısında durandır, yəni mənfi 6-dır. A-dakı x kvadratının qabağında duran, yəni 1-dir. Yoxdursa, deməli, orada 1 var. Mənfi eləyəcək müsbət. 6-nı da 2-yə böləndə eləyəcək 3. İndi bu 3-ü nə eləyəcəm? Gətirib burada yerinə yazacağım. Olacaq 3-ün kvadratı. Çıxılsın 6 vuraq 3. Üstəgələ 2. 11-dən də 18 çıxanda mənfi 7. Deməli, uşaqlar, y0-ımız da mənfi 7-dir. Koordinatlarımız necə oldu? Baxaq. X-imiz oldu, birinci x yazıram 3, y-imiz oldu, mənfi 7. İndi baxın, koordinat müstəvisində bu nöqtəni quracaq. X-in 3-ü haradadır? Bu x oxunun müsbəti bax buradadır. Y-in də mənfisi altdadır, mənfi 7. Bu iki nöqtəni bir-biri ilə qovuşduracağım, birləşdirəcəm. Bu nöqtə hansı rübdür? Bax, bura 1-dir, bura 2-dir, bura 3-dür, bura 4-dür. Deməli, hansı rübdə yerləşmiş oldu? 4-cü rübdə. Cavab D variantı oldu. Keçək 102-yə. Bu cür tapşırıqlarda isə, məsələn, burada görürsünüz, açıq şəkildə verilib. X kvadratı, x, yəni ax kvadratı plus bx plus c şəklində verilib. Amma burada yığcam şəkildə verildikdə isə mən sizə bundan öncəki videoda dedim. Qıraqda tək qalan bizə y-i göstərir. Mötərizənin içini sıfıra çevirəndə bizə x-i bildirir. Mötərizənin içərisində nə var uşaqlar? X üstəgələ 4. Bunun sıfır olması üçün x gərək nə olsun? 4-ü o tərəfə atsam, mənfi 4 gərək olsun. Qıraqda dayanan da demişik nədir? Y-dir, yəni 2-dir. Deməli, bizim nöqtəmiz mənfi 4, 2 nöqtəsi olacaq. Və mən burada bu nöqtəni qurmağa çalışsam, neyniyərəm? Birinci x-i taparam, mənfi 4. Sonra y-i taparam, müsbət 2. Yenə də bunları neynirəm? Qovuşdururam bir-birlərinə. Bu hansı rübdür? Bayaq dediyimiz kimi ikinci rübdə yerləşir. Cavab Y variantı oldu. 103-cü suala keçid edək. Görək burada nə deyir? Deyir ki, m-in hansı qiymətində y bərabərdir mx plus 7, y bərabərdir mənfi 7x plus 4 düz xətləri paraleldir. Uşaqlar, paralel sözü varsa, onda bunların k-ları eyni olmalıdır. K1 bərabər olmalıdır K2. İndi bəziləriniz deyəcək ki, ay mənim, K hardan çıxdı? Burada K zad yox idi. Nə var bu K-nı gətirdin, atdın bura, bizim də beynimizə qarışdırdın. Baxın, K nə deməkdir? K x-in qarşısında durandır. Yəni, əgər düz xətlər bir-biri ilə paraleldirsə, deməli, x-in qarşısında duran ədədləri eyni olmalıdır. X-in qarşısında nə durub burada? Mənfi 7. Burada nə durub? M. Deməli, bu m-də nə olmalıdır? Mənfi 7 olmalıdır. Deməli, nə anladıq bu dərsdən, bu sualdan? Əgər düz xətlər paraleldirsə, deməli, x-in qabaqları eyni olmalıdır. Deməli, m də mənfi 7 olacaq. Düzgün cavab Y variantı. Keçək 104-ə baxaq. 104-cü sual. Deyir ki, y bərabərdir mənfi 11x çıx 8 düz xətti ilə kəsişən düz xəttin
Bucaq əmsalı hansı ədəd ola bilməz? Yenə də uşaqlar, ümumiyyətlə gəlin sizə bir dənə bu qaydanı mən göstərim. Və bizim 2 dənə düz xəttimiz var, tutaq ki. Kx plus b şəklində olmalıdır, yəni düzdür. Burada elə bil k əvəzində -11, b əvəzində -8 durub. Kx plus b şəklində. İndi mən 2 dənəsini istəyirəm. 2 dənə düz xəttin tənliyi yazıram. Bunları fərqləndirmək üçün buna 1, buna 2 yazım. Bunları da fərqləndirmək üçün buna 1, buna 2 yazım. Deməli uşaqlar, əgər o xətlərin bir-biri ilə paralel olmasını istəyirəmsə, onda k-lar bayaq dediyimiz kimi eyni olmalıdır. Yəni x-in qabağında duran nə varsa onlar eyni olmalıdır. Ancaq b-lər bir-birindən fərqli olmalıdır. Yəni buradakı b-lər fərqli olmalıdır. Fikir verirsiniz bayaqlarda b-lərə baxın. B-lər elə bir ki x-sız olanlardır. 7 və 4 gördüyünüz kimi fərqlidir həqiqətən də. Sonra uşaqlar, kəsişməsi üçün k-ları bir-birindən fərqli olmalıdır. B-lərin işim yoxdur burada. K-lar bir-birindən fərqli olmalıdır. Və üst-üstə düşməsi üçün həm k-lar eyni olmalıdır, həm b-ləri eyni olmalıdır. İndi fikir verək. Burada uşaqlar k bucaq əmsalı deməkdir. Bucaq əmsalı. Bilmirsinizsə bunları qayda dəftərlərinizə yazın. Deməli burada k nəyi bildirir? Bucaq əmsalını. İndi qayıdıram 104-ə. Deyir ki, y bərabər -11x çıx 8 düz xətti ilə kəsişən düz xəttin. Yəni bizim bir dənə düz xəttimiz var. O nədir bilmirəm. Ona mən deyəcəm kx plus b. Bilmirəm nə olduğunu. Nə onun k-sını bilirəm, nə b-sini bilirəm. Deyir onun bucaq əmsalı. Bax, indicə dedim. Bucaq əmsalı nədir? K. Deyir k-sı nə olmalıdır? Deməli bizim bir dənə kx plus b tənliyimiz var. Onun k-sını bizdən soruşur. İndi mən onu hardan tapım baxıram. Söhbət nədən gedir? Kəsişmədən. Kəsişəndə nə olmalıdır? K-ları fərqli olmalıdır. Bunun k-sı nədir? -11. Deməli bunun k-sı da -11-dən fərqli bir ədəd olmalıdır. Nə ola bilməz? -11-in özü ola bilməz. Çünki -11 olsa k-ları eyni olacaq. Bu zaman ya paralellik ya da üst-üstə düşmək şərti ödənəcək. Amma mən kəsişməsini istəyirəmsə, onda k -11-dən fərqli bir ədəd olmalıdır. Yəni cavab A variantı. -11 ola bilməz soruşur. Amma qalan hər şeyi yaza bilərik biz. İndi 105-ə baxaq. Yenə də deyir ki, k-nın hansı qiymətində y bərabər kx plus 6 və y bərabər -16x çıx 9 düz xətləri paraleldir. Paralel olması üçün nə olmalıdır dedik? K-lar eyni olmalıdır. Yəni x-in qabağında k durub, x-in qabağında -16 durub. Deməli buradakı k-da nə olmalıdır? -16 olmalıdır. Cavab A variantı. 106-ya baxaq uşaqlar. Y bərabər -8x plus 13 düz xəttinə paralel olan düz xəttin bucaq əmsalını tapın. Bucaq əmsalı bayaq dedik. Nə deməkdir? K deməkdir. İndi paralel olması üçün dedik yenə də k-lar eyni olmalıdır. Əgər bunun k-sı -8 isə, deməli o birisinin də k-sı -8 olmalıdır. Biz nəyə baxırdıq? 106-ya. Dedik ki, k-mız nə olmalıdır? K-mız -8 olmalıdır. Cavab B variantı. 107-yə gəlin baxaq. 107-də deyir ki, y bərabər -4x plus 3 düz xəttinə paralel olan M nöqtəsindən keçən düz xəttin apsis oxu ilə kəşmə nöqtəsinin apsisini tapın. Uşaqlar, burada biraz addım sayı çox olan bir tapşırıqdır. Yəni tələsmədən həll etməliyik. Adətən uşaqlar tapşırığı oxuyan kimi gedir də apsisi mən tapım da. Sən burada gör nə qədər şey eləməlisən. Bunları ötürür. Deyir apsisi tapım da. Yəni bu addımları bir-bir eləmək lazımdır. Bax mən 107-ni təkrar bir də oxuyacağam. Mən çünki anlamadım. Y bərabər -4x plus 3. Deməli mənim bir dənə tənliyim var. Belə bir tənlikdir. Mən buna paralel olmasını istəyirəm. Paralellik şərtim nə olmalıydı? Paralellik şərtində k-lar eyni olmalıdır. İndi bunun k-sı -4-dürsə, deməli mənim yeni yazacağım hər hansı bir tənlik olacaq. Yəni y bərabər kx plus b tənliyi yazacağam mən. Bunun k-sını artıq bildiyim k-sı nədir? -4-dür. Yəni y bərabər -4x plus b. İndi mən bu nəyin bilmirəm uşaqlar? B-sin. B
B'sin hardan tapacağım? Bu nöqtədən keçir. Bu nöqtədən keçəndə X-in yerinə 3, Y-in yerinə 8 yazacağım. X-in yerinə 3, Y-ə 8 yazacağım. 8 bərabərdir. Mənfi 4-ü 3-ə vursam, mənfi 12 plus B. Mənfi 12-ni bu tərəfə atsam olacaq müsbət 12 bərabərdir B-yə. Və oradan da 8 ilə 12-ni toplasam 20. Şu da B-ni tapdım. B-ni də yerinə burada nə yazacağım? B-nin də yerinə yazacağım 20. Mənfi 4x plus 20. İndi mən nə etdim uşaqlar? Tənliyimi tapdım. İndi deyir ki, bu düz xəttin, yəni həmin düz xəttin tənliyini tapmışam da. Absis oxu ilə kəsmə nöqtəsini tapın. Absis oxu ilə kəsişəndə, yadda saxlayın, absis oxu ilə kəsişəndə Y bərabərdir 0 olur. İndi mən burada nə edəcəm? Y-ə 0 deyəcəm. Nəyi tapacağım? Absis. Absis nə deməkdir? X. Y-ə 0 deyib X-i tapacağım. Yəni 0 bərabərdir. Mənfi 4x plus 20. Mənfi 4x-i atacağım bu tərəfə. Olacaq müsbət 4x bərabərdir 20. X də bərabərdir 20 bölək 4, yəni 5. Deməli, absisimiz nə oldu? 5 oldu. Cavab Y variantı. 108-ci tapşırıqda eynən 107 kimidir. Gəlin onu da baxaq. Görək nə deyir? Deməli, deyir ki, Y bərabər mənfi 3x plus 1 düz xəttinə paralel. Paralel deyirsə, deməli, K nə olmalıdır? K olmalıdır mənfi 3. M2, 6 nöqtəsindən keçən. Bu nöqtədən keçəndə X olur 2, Y olur 6. Deməli, X-a 2, Y-ə nə verəcəm? 6 verəcəm. Düz xət. Düz xəttin düsturu necədir? Y bərabər KX plus B-dir. Deməli, mən uşaqlar, burada Y-in yerinə yazacağım 6 bərabərdir. K-la X. K-la X-i bir-birinə vuranda eləyəcək mənfi 6 plus B. Mənfi 6-nı bu tərəfə atacağım. Olacaq müsbət 6. B də bərabərdir 6 üstə 6, yəni 12. Və salamda. Deməli, mən nəyi bilirəm uşaqlar? K-nı da bilirəm, B-ni də bilirəm. Mən Y bərabər KX plus B-yi daxı. K-nı nə tapdım? Mənfi 3x plus B. B də nədir? 12. Deməli, mənim xəttim buymuş. İndi burada da deyir ki, absis oxu ilə kəsişmə. Absis oxu ilə nə deməkdir? Absis oxu ilə kəsişmə nöqtəsinin də, absis oxu ilə kəsişəndə Y bərabərdir 0 olur. Və mən nə edəcəm? Y-ə 0 verib absisi, yəni X-i tapacağım. Heç nə də burada Y-ə 0 deyəcəm. Mənfi 3-ü bu tərəfə atacağım. Müsbət 3 bərabər 12. X də bərabər 12 bölü 3, 4. Absis, yəni X nə deməkdir uşaqlar? Absis deməkdir. Nə tapdıq biz bunu? 4 tapdıq. Düzgün cavab A variantı olmuş oldu. Keçək 109-a. Görək 109-da nə deyir bizə? Deyir ki, S-nin hansı qiymətində Y bərabərdir 7x kvadratı plus 5x plus S funksiyasının qrafiki M nöqtəsindən keçir. Ay uşaqlar, nə edəcəm? X-a mənfi 2, Y-ə 1 deyəcəm də və salam. Y-in yerinə 1 yazacağım. Yəni 1 bərabərdir 7 vuraq x kvadratı. Yəni mənfi 2-nin kvadratı nədir? 4. Üstə gələk. 5 vuraq x. X-a nə demişəm? Mənfi 2. 5 vuraq mənfi 2 eləyəcək nə? Mənfi 10. Üstə gələk S. İndi baxaq. 1 bərabərdir. 7-ni 4-ə vuranda 28. 28-dən 10 çıxanda 18. Üstə gələk S. S-ni də bu üzə atanda olacaq. Üzr istəyirəm. 18 də bu üzə atanda olacaq. Mənfi 18. 1-dən 18 çıxanda mənfi 17. Deməli, S-ni nə tapdım uşaqlar? Mənfi 17 tapdım. Keçək 110-a. Deyir, A-nın hansı qiymətində? Y bərabərdir ax kvadratı plus 3x plus 7 funksiyasının qrafiki M nöqtəsindən keçir. Bu nöqtədən keçəndə x-a 1 deyəcəm, y-ə mənfi 3 deyəcəm. Baxın, bu y-i... Ay, hamısını sildim, çaşdım.
Geri qaytardım. Deməli uşaqlar, y-in yerinə burada nə yazacağım? -3 yazacağım. A vurulsun. X kvadratı. X nə idi? -1 idi. -1'in kvadratı 1. X nədir? -1. 3'ü -1'ə vuranda -3 plus 7. -3 bərabərdir A. -3 üstə 7 gələndə müsbət 4. 4 də bu izatanda olacaqdır. -4. -3 ilə -4 eləyəcək nə? -7. A-nın qiyməti oldu -7. Amma cavab nədir? Yoxdur. Niyə yoxdur? Görə nə səhv eləmişəm. -3 bərabərdir. A çıxılsın. Mən niyə çıx yazmışam? X-a 1 vermişəm də. Mən X-a -1 qoymuşam. Səhv eləmişəm uşaqlar. Burada X -1 yox, müsbət 1-dir. Onsuz da burada fərqi yoxdur, kvadratdır deyə. Amma burada fərq var. 3 ilə 7-ni toplayanda bu da 10 eləyəcək. Onu atacağım 3-ün böyrünə. Eləyəcək -10. -13 eləyəcək bu. -13. O da hardadır? D variantındadır. Deməli, 111-ci sualda deyir ki, fx bərabərdir -x kvadratı plus 4x çıx 1 parabolasının təpə nöqtəsinin apsisini tapın. Təpə nöqtənin apsisini tapmaq üçün -b bölək 2a düsturundan istifadə edirdik. Burada bx-in qarşısında duran ədəddir, yəni 4-dür. 2 vurulsun. A da x kvadratının qarşısında duran bu mənfi görünməz 1-dir. Bu mənfi ilə bu mənfi gedir. 4-ü də 2-yə bölsəm cavab 2 edəcək. Apsis dedikdə x-i nəzərdə tutduğu üçün x0 2-yə bərabərdir. Cavab D variantı olacaq. Keçək 112-yə baxaq. 112-ci sualda. Deyir ki, bu parabolanın təpə nöqtəsinin apsisini tapın. Yenə də təpə nöqtənin apsisini tapmaq üçün -b bölək 2a düsturundan istifadə edirik. Mənfini yazdıq. B-yə baxıram. Bx-in qarşısında durandır. Yəni -6-nın əksini müsbət 6-nı yazıram. 2 vurulsun. A da x kvadratının qarşısında heç nə görünmürsə, deməli görünməyən gizlənənlər həmişə 1 olur. Cavab eləyəcək. -6-nı 2-yə bölsəm 3. Deməli x0 -3-dür. Cavab B variantı olacaq. 113-cü suala baxaq. Deməli deyir ki, y bərabər x kvadratı üstəgəl 6x üstəgəl 4 parabolasının təpə nöqtəsinin koordinat müstəvisində yerini müəyyən edin. Təpə nöqtəsinin uşaqlar x0-ı var, y0-ı var. Düzdürmü? x0-ı tapmaq üçün -b bölək 2a düsturundan istifadə eləyirdik. İndi b-yə baxıram. Bx-in qabağında duran 6-dır. 2 vurulsun. A-dakı x kvadratının qabağındakı görünməz 1-dir. O da edəcəkdir -3. İndi deyə bilərsiniz ki, bəs y-i necə tapaq? Heç nə. Y-i də gətirəcəyik. Burada x-in yerinə nə qoyacaq? -3 qoyacaq. X-in yerinə -3 qoyaq. Olacaq -3-ün kvadratı. Şola, -3-ün kvadratı neçə eləyir? 9. 6-nı -3-ə vuranda eləyəcək -18. Üstə gəlinsin 4. 9-dan 18 çıxsam -9, -9-un da üstünə 5 gəlsəm eləyər nə? -5. Deməli bizim təpə nöqtəmizin apsisi, yəni x-i -3-dür. Ordinatı, yəni y-i də -5-dir. Özüm hər dəfə hər testin içində düsturları təkrar edirəm. Məsələn, bayaqdan görün biz nə qədər bu düsturu demişik. Yəni mən bunu bir dəfə deyib də keçə bilərdim, amma özüm hər dəfəsində deyirəm ki, siz videonun içində elə dərsi də əzbərləyəsiniz, düsturları da əzbərləyəsiniz. Tənbəllərədir sözüm. Tənbəllər əzbərləyin, xahiş edirəm. Və burada apsis dedikdə, yenə deyirəm, apsis x-dır, ordinat y-dir. Mən gəlirəm indi nöqtəni qururam. Apsis, yəni x-a -3 deyirəm. X -3-dür. Ordinat, yəni y -5-dir. Y-in də -5-ni qeyd edirəm. Qeyd elədim. Bunları belə toqquşduracağam bir-biri ilə. Hansı rübdədir? Bax, bu nöqtə hansı rübdə olacaq? 1, 2, 3, 4. Bu 1-dir, bu 2-dir, bu 3-dür, bu 4-dür. Gəldi, düşdü neçənci rübə? 3-cü rübə. Cavab
D variantı oldu. İndi 114'ü siz özünüz eləyin, sonra video ilə yoxlayın, amma mən yenə də sizə izah eləyəcəm. Yenə də deyir ki, bu parabolanın təpə nöqtəsinin koordinat müstəvisində yerini müəyyənləşdirin. Təpə nöqtəsi, deməli, x0-ı tapmaq üçün yenə də deyirəm, mənfi b bölünsün 2a düsturundan istifadə edirəm. B'si bunun x-in qarşısında duran, yəni 8-dir. A-sı da x kvadratının qabağındakı gizlənən 1-dir. O da edəcək mənfi 4. İndi mənfi 4 qoyaq da, indi gətirək burada, bax funksiyada x-in yerinə mənfi 4 qoyaq. Mənfi 4-ün kvadratı 16, 8-i mənfi 4-ə vursam mənfi 32, üstə gəlinsin 3. 16-dan 32 çıxsam mənfi 16, mənfi 16-nın da üstünə 3 gəlsəm mənfi 13 edəcək. Deməli, y0 bərabərdir mənfi 13-ə. Deməli, biz x-i aldıq mənfi 4, y-i aldıq mənfi 13. İndi gəlin bunun nöqtəsini quraq. Mənfi 4 buradadır. Mənfi 13 buradadır. Gəldik, bunları toqquşdurduq və. Bu nöqtə hansı rübdür? Bayaq dedim, 1, 2, 3, 4. Hansı rübə düşdü? 3-cü rübə düşdü. Cavab A variantı etmiş olur. Keçək 115-ə. Oy, çox getmişəm. Burada olmalıdır. 115. Deməli, deyir ki, bax belə bir dənə funksiya verilib. Deyir, bu funksiyanın qrafikinin absis oxunu -2,0 nöqtəsində kəsdiyini bilərək A parametrinin qiymətini tapın. Baxın, uşaqlar bəzən götürürlər belə tapşırıqları. Görürlər ki, belə uzun bir şey yazılıb. Yəni bu 3 cümləni belə uzun görən şagirdlərimiz var. Əziz şagirdlər, bax nə deyir burada? Deyir ki, bu nöqtədən keçir də, yəni bu funksiyanın qrafiki absis oxunu harda kəsdi, neynədir, fərqi nədir? Axırı bu nöqtədə kəsir də, axırı bu nöqtə buna aiddir də, düzdürmü? Əgər bu nöqtə, bu -2,0 nöqtəsi bu funksiyaya aiddirsə, mən harda x gördümsə, ora nə yazacağım? -2. Harda y gördümsə, ora nə yazacağım? 0 yazacağım. Gəlin getdik. Baxın, y-in yerinə 0 yazıram. X-in yerində bax burada -2 yazacağım. 0 bərabərdir. A üstə gəlinsin 1 vuraq x, yəni -2. Üstə gəlinsin A çıxaq 1. Davam edirəm. -2-ni elə bir dağıdacağım mötərizənin içinə. -2-ni A-ya vursam, -2A, -2-ni də 1-ə vursam, -2. Üstə gələk A, çıxılsın 1. 0 bərabərdir. Baxıram ki, burada da A var. Burada da A var. Düzdürmü? Bu A-dan müsbət bir dənədir. Bundan isə -2 dənədir. -2, müsbət 1. Baxın, -2, müsbət 1. Adətən belə şifahi deyəndə uşaqlar belə baxırlar, çaşırlar. Çaşmayın da, yazın. Mən yazdım. O dəqiqə siz başa düşdünüz ki, bu -1 deməkdir. Deməli, -1A olacaq. 1-i də yazmadığımız üçün -A olacaq. Amma siz başa düşmürsünüzsə, demək siz bunu dəftərinizdə yazmırsınız. Sözlə deyiləni eşidəndə anlamaya bilərsiniz. Amma siz, necə ki, mən bunu burada yazdım, anladınız. İndi mən bundan sonra bunları artıq şifahi deyəcəm. Yəni, mən bu qədər xırdalığına getsəm, video 3 saatlıq, 4 saatlıq olar, bezərsiz baxmaqdan. Ona görə siz artıq bunları bilmədiyiniz halda tez-tez yazın ki, gözünüz görsün və bir müddətdən sonra görəcəksiniz ki, artıq yazmağa ehtiyac yoxdur və şifahi siz də edə biləcəksiniz. -2 və -1 nə edir? -3 edir. -A-nı atıram 0-ın yanına, olur müsbət A bərabərdir -3. Baxın uşaqlar, bizdən nə istirdi? A parametrinin qiymətini tapın. Parametr nə deməkdir? Yəni dəyişən, yəni A-nın qiymətini tapın demək istir. Cavab nə oldu? -3 oldu. 116-ya baxaq.
Yenə də deyir funksiyasının qrafikinin absis oxunu 3,0 nöqtəsində kəsdiyini bilərək A parametrinin qiymətini tapın. Nə edəcəm? Harda x gördüm, ora 3 yazacağam. Harda y gördüm, ora 0 yazacağam. 0 bərabərdir. Gəlin ilə buradaca 3'ü dağıdaq mötərizənin içinə. 3 A ilə gəldi, oldu 3A. 3 gəldi, 2 ilə birləşdi, 3 vur 2 oldu 6. Üstə gələk A, üstə gələk 4. Baxın, 3 A ilə bir dənə A-nı burada, ikisi də müsbətdir. Topladım. Nə etdi uşaqlar? 4A. 6 ilə də 4'ü topladım. 10 etdi bəs? 10 etdi. 4 A-nı bu tərəfə gətirdim. Mənfi 4 A bərabərdir 10A. A bərabərdir 10'u mənfi 4'ə bölsəm, mənfi 2 tam 10'da 5 edəcək. Cavab mənfi 2 tam 10'da 5. D variantı olur. 117. 117. Y bərabərdir kx plus B düz xətti A və B nöqtələrindən keçərsə, K və B-nin işarəsini tapın. Baxın uşaqlar, çaşmırıq. Nöqtə gördünüzsə, bu x deməkdir, bu y deməkdir. X-in yerinə gətirib burada 0 yazacağım, y-in yerinə gətirib burada 2 yazacağım. Nə olacaq? 2 bərabərdir. 0'ı K-ya vursam nə edər? Elə 0 edər. Üstə gəlinsin B. Baxın görün nə tapmış oldum mən? B-ni tapmış oldum. Deməli ki, B 2'yə bərabər imiş. Əla. Onda mən B-ni tapdım da 2. Deməli burada 2 var imiş. Keçirəm də bu birisi nöqtəyə. Və burada x-a deyəcəm 7, y-ə deyəcəm mənfi 1. Bax, x-a 7 qoyacam, y-ə mənfi 1 qoyacam. Gəlin bu tərəfdən səliqəni yazaq. Y-in yerinə mənfi 1 qoydum, mənfi 1 bərabərdir. X-a 7 dedim, elədir 7K, üstə gələ 2. İndi 1'i gətirək bu tərəfə, 7'ni də aparaq o tərəfə. Bax, 7 gələcək, elə bir bu bərabərlikdir. 7 gəlir bərabərliyin bu yanına, olur mənfi 7K. 1 də gələcək bu yanına, olacaq müsbət 1, bir dənə də 2 var idi. Mənfi 7K bərabərdir 3'ə. K da bərabərdir 3, mənfi 3 bölünsün 7'yə. Və biz K-nı da tapdıq, B-ni də tapdıq, düzdürmü? B-nin işarəsi necədir? Müsbətdir. 2-dirsə deməli müsbətdir. K isə mənfi 7-də 3'dür. K isə mənfidir. Deməli K mənfi olmalıdır. Hansı variantdır? Bunların ikisindən biri. K mənfidir, amma B müsbətdir. K mənfi, B müsbət hansı variantdadır? D variantındadır. Keçdik 118'ə. 118 tipli tapşırıqdan bu videolarda etmişik. Deməli uşaqlar, mənə deyir ki, qrafikə əsasən A plus, B plus, C-ni tapın. Mən sizə demişdim ki, bu Y oxu ki var, bax bu Y oxu. Bax bu. Bunu kəsdiyi nöqtə, baba, bunu kəsdiyi nöqtə harda kəsib deyə burada. Görürsünüz? Burada kəsib. Bax bu nöqtə bizim C-mizdir. Deməli C neçədir? Bax bu. Yəni mənfi 3. Qeyd edəcəm. 118'də mən gəldim. C-ni nə tapdım? Mənfi 3 tapdım. Əla. Yaxşı uşaqlar, bəs bunlar nədir? İndi keçəcəm onları tapmağa. Bax, mənim funksiyam nədir? Y bərabərdir ax kvadratı plus bx plus c. Düzdürmü? Bax, bu mənfi 1-dən 3 var. Bax, bunlar bu tənlik kimi desəm, bunu tənlik kimi həll eləsəm, onun x1-i və x2-sidir. x1-ini mən aldım mənfi 1, x2-sini mən aldım nə? 3 aldım. Düzdürmü? Və mən burada c-ni bilirəm. Gətirərəm bunun yerində c-ni mənfi 3 yazaram. Silim bunu, bildiyim bir şey yazım ki, gözümə çox dəyişən görünməsin. Aha, indi uşaqlar, mən bunun təpə nöqtəsini ki var, bax bunun təpə nöqtəsi. Təpə nöqtəsini də tapmaq üçün mənim 2 düsturum var. Düsturlarımın biri, bax birinci düsturları yazıram ki, biləsiniz ki, vəziyyət nədir? x1 ilə x2-nin cəmini 2-yə böləndə də x0 ala bilərəm. Və yaxud da mən bayaqdan milyon dəfə yazmışıq. Mənfi b-ni 2a-ya böləndə də ala bilərəm. İndi gəlin x1 ilə x2-ni toplayaq. Baxın, 3 ilə mənfi 1-i toplasam 2.
Bölünsün 2 nə edəcək? 1. Deməli bizim təpə nöqtəmizin üzr istəyirəm, x-ı 1 imiş. İndi mən burada dəyişənləri yerinə qoysam, yəni mənfi b bölünsün 2a bərabər olmalıymış 1-ə. Düzdürmü? Deməli bunu mən çarpaz vursam belə başa düşərəm ki 2a bərabərdir mənfi b-yə. Mən belə bir şey tapdım ki, deməli 2a bərabər olmalıdır mənfi b-yə. Yaxşı. Görək başqa nə edirik? Başqa burada. Əslində Viet teoreminə görə də belə gedə bilərik. Baxın, x1 ilə x2-nin hasili buydu. Bax, bu nə deməkdir? x1 vurulsun x2. Bu nə deməkdir? Bəs x1 üstə gəlsin x2-nin elə bir ki tərsi, amma çevrilmişdədir də bu. Elə bir ki burada A1 olanda keçərlidir. Və mən baxıram ki, mənfi 1 ilə 3-ü bir-birinə vuranda mənfi 3 eləyir. Demək ki, burada A1-dir, B də ki bunların cəminin əksidir. Yəni bunların cəmi neçə eləyir? Baxın, x1-in üstünə x2 gələndə eləyəcəkdir mənfi B. x1 ilə x2-ni toplayanda nə eləyər? Mənfi 1-in üstünə 3 gəlsən, eləyər nə? 2. 2 bərabərdirsə mənfi b-yə, deməli b özü nə olmalıdır? Mənfi 2 olmalıdır. Amma hansı şərt daxilində? A bərabərdir 1 olduqda. Deməli uşaqlar, A-nı 1 tapdım, B-ni mənfi 2 tapdım, C-ni mənfi 3 tapdım. O da nə edəcək? Mənfi 5 edəcək. Yox, səhv elədim, bir dəqiqə. Mənfi 5-dən də 1 çıxıram, mənfi 4 eləyir. Cavab B variantıdır uşaqlar. Davam eləyək növbəti 119-la. Oy, bu nə idi? Bu niyə belə oldu ki, mən onu dəyişmədim axı. Hə, yenə də uşaqlar, deyir y bərabərdir kx plus b xətti funksiyasının qrafikinə əsasən k çıxılsın 2b-ni tapın. Baxın, y-i kəsdiyi nöqtə burada tək dayanan, yəni həmişə x-sız dayanan o y-i kəsdiyi nöqtədir. Gəldim, y-i kəsdiyi nöqtə nədir? 3. Deməli ki, b 3 olmalıdır. Bax, buradan qeyd edirəm. Nə tapdım? B-ni 3 tapdım. Onda mənim digər hədəfim artıq k-nı tapmaqdır. Y bərabərdir kx plus b əvəzinə mənfi 3 yazacaq. İndi gəlirəm digər nöqtədən baxıram. Bu nöqtənin x-i nədir? 1-dir. Bu x oxunu kəsir. X oxunu kəsəndə mən buradan y oxuna doğru geçsəm görürəm ki, bu 0-dır. Təkrarlayıram, başa düşməyənləriniz ola bilər aranızda. Bu nöqtə hansı nöqtədir? X nöqtəsidir. Burada x 1-ə bərabərdir. X 1 olanda, buradan mən pramı y oxuna doğru gəlsəm, y-i neçə taparam? 0 taparam. Digər tərəfdən həmin nöqtə y oxunu x oxunu kəsdiyi üçün burada 0 olur y. Deməli, x-a 1, y-ə 0 qoysam, 0 bərabərdir k çıxılsın 3. K-nı bu tərəfə atsam, mənfi k bərabərdir mənfi 3-ə, müsbət k da bərabərdir müsbət 3-ə. Deməli, k-nı 3 tapdım, b-ni zaten mənfi 3 tapmışdım. Məndən k çıxılsın 2b-ni istəyir. K çıxaq 2b. K-nı nə tapdıq biz? 3. Baxın, mənfi 2 vurulsun, B-dəki mənfi 3-dür. Mənfi 2-ni mənfi 3-ə vursam, cavab müsbət 6 edəcək. Onların da cəmi 9 edir. Doğru cavab Y variantıdır. 120-yə baxaq. 120-ci sualda deyir ki, y bərabər kx plus b funksiyasının qrafikinə əsasən k çıx b fərqini tapın. Yenə də uşaqlar, y-i kəsdiyi bax bu sərbəst nöqtə ki var, mənfi 3. O b-ni göstərir. Deməli, b bərabərdir mənfi 3-ə. Bir dəqiqə üzr istəyirəm. 119-da da mən mənfi 3 tapmışdım b-ni. Axı 119-da müsbət 3-dür. Mən 119-da b-yə müsbət 3 dedim, düzdürmü? K-nı da nə tapdım? Y bərabərdir kx plus 3. Burada mən x-in yerinə 1 qoydum, y-ə 0 dedim. Y bərabərdir k plus 3, yəni daha doğrusu 0.
O da ki, mənfi 3-ün üstünə gəlməliyəm də ki, cavab 0 eləsin. K da bərabər mənfi 3-ə. Bir dənə təkrar yazım. Mənfi 3 çıx 2 vurulsun B. B nədir bəs? 3-dür. Bu da bərabərdir. Mənfi 3 çıx 6 bərabər mənfi 9. Mənfi 9 A variantı düzdür. Elə bildim səhv eləmişəm uşaqlar. Ona görə yenidən dala qayıtdım. Elədim ki, səhv eləməyəsiniz. Amma düz eləyibmişəm. Y bərabərdir kx plus B funksiyasının oxumuşdum da bunun. Dedim ki, bunun y-i kəsdiyi bu mənfi 3 nöqtəsi B nöqtəsidir. Düzdürmü uşaqlar? Deməli ki, B bərabərdir mənfi 3-ə. İndi baxaq. Bax, burada da ki, neyəcəm? X-a 1 deyəcəm, y burada 0-dır. Y 0-dır, x 1-dir. 0 bərabərdir. K-nı 1-ə vursam K çıxılsın 3. İndi nəydən 3 çıxsam 0 eləyər? Təbii ki, 3-dən. Deməli ki, K əmsalımız da bizim 3-dür. İndi gətirək qoyaq. K-nı 3 tapdıq, çıxılsın. B-ni də mənfi 3 tapdıq. Təbii ki, buradan 2 dənə mənfi toqquşanda müsbətləşir. 3-ün də üstünə 3 gəlsəm 6 edəcək. Cavab C variantı. 121. Ən sevdiyim suallar. Funksiyanın təyin oblastını tapın. Ay uşaqlar, mən burada həmişə bax, təyin oblast deyəndə ümumiyyətlə nə deməkdir? Bax, birinci onu deyim. Təyin oblast x-in alacağı qiymətlərdir. Yəni mən burada x-a nə verə bilərəm? Bax, fikirləşirəm. Ağlım var, məntiqim var. Dərs oxumuşam, 9-cu sinifə qədər gəlmişəm, hazırlaşıram və bu bölməyə qədər gəlmişəmsə, kökləri işləmişəm deməkdir. Mənim bildiklərimə əsasən nəticə çıxartmalıyam ki, kökün altında mənfi olmaz. Deməli, bu 1 çıxılsın x2 var, kökün altındakı 1 çıxılsın x. Deməli, bu ifadə, bu hər nədirsə, bu müsbət bir şey olmalıdır. Tutaq ki, mən bərabərsizliyi bilmirəm laf. Başım var da fikirləşə bilərəm. Mən birdən nə çıxsam cavab müsbət eləyər. Yəni, birdən balaca bir şey çıxsam müsbət eləyər, yoxsa birdən böyük bir şey çıxmalıyım. Təbii ki, birdən balaca bir şey çıxmalıyım da, düzdür uşaqlar? Birdən balaca. Deməli, x birdən balaca olmalıdır. 1-ə bərabər olsa nə olar bu? 0. Bəs kökün altında 0 yaza bilərəmmi? Yenə fikirləşirəm ki, olar da. Yəni, mən kvadrat kök bölməsini işləyəndə kökün altında 0 görürdüm. Demək, o belə bir şey ola bilər. Bu, mənim məntiqlə düşündüyüm şey. Amma riyazi yolda biz belə yaza bilərik ki, bu kökün altındakı 1 çıxaq x böyük bərabər olmalıdır 0-dan. Və burada 1-i atacağım 0-ın yanına, amma x burada mənfi qalır. Bax, diqqət edin, x mənfi qalır. 1 gedir o tərəfə, olur mənfi 1. Sonra mən mənfidən qurtulmaq üçün hər tərəfi mənfiyə vursam, bu olar müsbət, bu da olar müsbət, işarəm isə tərs çevrilər. Yenə də x 1-dən balaca oldu. 1-dən balaca nə deməkdir? Yəni, mənfi sonsuzluqdan ta 1-ə kimi birin özünü də ala bilər. Deməli ki, hansı variant olacaq? Y variantı olacaq. İndi burada da uşaqlar, baxın, kökün altında nə var? 2 çıxaq x var. Bu böyük bərabər olmalıdır 0-dan. Mənfi x böyük bərabərdir. 2-ni atacağım o tərəfə, olacaq mənfi 2. Hər tərəfi mənfiyə vursam bu müsbət gedəcək. İşarəmiz tərs çevriləcək. 2-dən balaca şeylər istəyirəm olsun, 2-dən balaca ədədlər olsun istəyirəm. O zaman mənfi sonsuzluqdan 2-yə qədər 2-ni mən daxil edirəm. 2 ola bilər. 2 olsa kökün altı mənfi olacaq, üzr istəyirəm, 0 olacaq. 0-da ola bilər. Düzgün cavab C variantı. Keçdik 123-ə. Mən uşaqlar 123 tipli tapşırıqdan sizə dediyimi xatırlayıram. Deyir ki, y bərabərdir x kvadratı çıx 4x və y bərabərdir 2x çıx 9 funksiyalarının qrafiklərinin kəşmə nöqtəsinin koordinatlarını tapın. Qrafiklərin kəşmə nöqtəsinin koordinatını tapın deyəndə bunları bir-birindən bərabərləşdiririk. Yəni, x kvadratı çıx 4x ilə 2x çıx 9-u bir-biri ilə bərabərləşdirəcəm. Həll edək.
x kvadratı çıx 4x. 2x'i də gətirin bu 4x'in yanına. Mənfi 9'u da gətirin bu yana. İşarələrin dəyişəcək olacaq müsbət 9. X kvadratı çıxılsın 6x. Üstə gəlinsin 9 bərabərdir 0'a. Mənfi 7 tərimini, yox 7 tərimini nə gedim ki vəbşi. Bu düsturdur da. Bu x çıxılsın 3'ün kvadratıdır da. Düzdürmü? Müxtəsər vurma düsturu. İndi nəydən 3 çıxsam cavab 0 eləyər? Təbii ki 3'dən. Deməli ki x bərabər olmalıdır 3'ə. Yaxşı, x-i tapdım. X 3'dür. Tez variant çıxdaş eləyənlər deyəcək ki, ay müəllimə y variantıdır. Amma mən ən əsəbləşdiyim şeydir. Bu açıq sual olsaydı siz oradan y variantı tapa bilmərsiniz də. İndi siz y-i necə tapmalısınız? Gətirib burada x-in yerinə 3 yazırsınız. Və yaxud da burada da yaza bilərsiniz, burada da yaza bilərsiniz. Hansını da yazsınız, eyni şey alacaq. Doğru cavab alacaqsınız. Heç bir fərqi yoxdur. İndi burada x-in yerinə gətirib 3 yazsam, 2 vuraq 3, edəcək nə? 6. 6'dan da 9 çıxsam, y-in cavabını nə almış olacaq? Mənfi 3 almış olacaq. x3, y mənfi 3, y variantı olur. Sonra 124. Yenə uşaqlar belə bir funksiya verib, deyir ki, bunun təyin oblastını tapıram. Yenə də x-a baxıram. Bu dəfə uşaqlar, baxıram ki, x kökün altındadır. Deməli ki, kökün altında nə varsa, yəni bu 0,8 çıxılsın 0,4x var. Bax, bu 0-dan böyük bərabər olmalıdır. Düzdürmü? Kök xassəsinə görə, kökə görə. Sadəcə olaraq bir nüans var. Axı bu kök məxrəcdədir. Mən riyaziyyatdan biraz da olsun başım çıxırsa, bilməliyəm ki, məxrəc 0 olmaz. Deməli, bu məxrəcdəki bu kökün altı var ya, bu kökün altında 0 ola bilərdi, düzdür. Amma kök özü məxrəcdə olduğu üçün, deməli, bu heç 0 da ola bilməzmiş. Deməli, mən buradan 0 şərtini siləcəm. Yalnız və yalnız 0-dan böyük qoyacağım. İndi bunu həll edək. Yenə mənfi 0,4x böyükdür. 0,8'i atacağım o tərəfə olacaq mənfi 0,8. Sadələşdirsəm, uşaqlar, hər tərəfi mənfi 0,4'ə bölürəm. Bax, bunu da mənfi 0,4'ə böləcəm. Bunu da mənfi 0,4'ə böləcəm. Bölsəm qalacaq təkcə x. Bölsəm qalacaq təkcə y. Amma mənfi 1'ə də böldüyüm üçün işarəm dəyişir. 2'dən balaca, yəni mənfi sonsuzluqdan 2'yə qədər. O da C variantı olacaq. 125'ə baxaq. Yenə də təyin oblastını tapın deyə uşaqlar. Yəni ki, neyniyəcəm? Kökün altı olduğu üçün 0,7 çıxaq 0,114x 0'dan böyük bərabər olmalıdır normalda. Amma bu həm də məxrəc olduğu üçün sadəcə 0'dan böyük deyəcəm da, bərabər deməyəcəm. 0,7'ni atacağım bərabərsizliyin o tərəfinə edəcəyim mənfi 0,7. Burada isə qalacaq mənfi 0,114x, bax mənfisi ilə qalmalıdır mütləq şəkildə. Bunu da mənfi 0,7'yə bölək, bunu da mənfi 0,7'yə bölək. Yox, hətta mən x-in tək qalmasını istəyirəmsə, niyə mənfi 0,7'yə bölünmüş? Gəlin belə eləyək, sadə yollarla gedək. Gəlin bunu da 100'ə vuraq, bunu da 100'ə vuraq. Bunu 100'ə vursam eləyər mənfi 14x. Bu birisini 100'ə vursam eləyər mənfi 70. İndi mənfi 14'ə böləcəm. Bax, bunu da mənfi 14'ə böləcəm. Bunu da mənfi 14'ə böləcəm. Bax, bu eləyəcək nə? 14'lər gedəcək, qalacaq x. Burada da 70'i 14'ə böləndə eləyəcək 5. 50, 25. Hə, 5 eləyir. Sadəcə mənfi 14'ə bölmüşəm. Baxın, mənfi 1'ə də böldüyüm üçün. Bax, bu böyükdür işarəsi fırlanacaq o tərəfə. Olacaq kiçikdir işarəsi. İndi baxaq uşaqlar.
5-dən kiçikdir. Hardan bilirəm kiçikdir? Çünki işarənin ağzı 5-ə tərəf açılıb. İşarə ağzın kimə doğru açırsa, deməli o böyükdür. Böyük olanı yeyir. 5-dən balaca olmalıdır. 5-dən balaca nədir? Mənfi sonsuzluqdan 5-ə qədər doğru cavab Y variantı olur. 126-cı suala baxaq. Deyir ki, təsvir olunmuş parabola hansı funksiyanın qrafikidir? Baxın uşaqlar. Mən sizə dedim ki, burada parabolanın bu x oxunu kəsdiyi nöqtələr həm də parabola ki var idi. Bax, y bərabər ax kvadratı plus bx plus c-nin nə idi? x1-i, x2-si. Yəni burada a, b, c nədir mən bilmirəm. Amma bura baxanda bir x-in birinin mənfi 3, üzr istəyirəm, birinin mənfi 1, birinin də müsbət 3 olduğunu görürəm. Yəni bizim köklərimizin biri mənfi 1-dir. Digəri isə mənfi, daha doğrusu müsbət 3-dür. Düzdürmü? Bax, indi mən gəlirəm nəyə? Bax, fikir verirəm ki, buradan əslində y oxunu kəsdiyi nöqtədə c-dir. Yəni, bax, bu 3 c-ni göstərir. Demək ki, c 3-ə bərabərdir. Digər tərəfdən də qollar aşağıdırsa, deməli parabolamızda a əmsalı mənfidir. Bu qədər şeyi bildim. Bax, a da deməli 0-dan kiçikdir. Bu qədər 4 dənə bir şey kəşf elədim də buradan. İndi mən bu 4 dənə bildiklərimə əsasən aşağıdan variantı tapa bilərəm. Təbii ki, burada 2 dənə mötərizəni bir-birinə vurduqda, məsələn, bu olacaq açanda özünüz mötərizəni vurub açsaz, görəcəksiniz ki, bu x kvadratı üstə gəl 2x çıx 3 qrafikdir. Düzdürmü? Amma burada x-i x-a vuranda müsbət x kvadratı edər. Yəni biz istəyirik ki, x kvadratının qarşısı, yəni a mənfi olsun. Bax, bu olmayacaq, bu olmayacaq, bu olmayacaq. Deməli b və y variantlarından biri olacaq. İndi baxaq uşaqlar. Mənim köklərim dedim ki, mənfi 1-lə müsbət 3-dür. Düzdürmü? Mənfi 1-lə müsbət 3. Deməli, mən tənliyi, bu cür bir tənliyi həll eləməyə çalışsam, bərabər 0 desəm, burada mənim köklərimdən biri olacaq mənfi 1, digəri olacaq 3. Düzdürmü? Bax, burada da həmçinin mötərizənin içini 0 etmək üçün x nə olmalıdır? 1. Mötərizənin içini 0 etmək üçün x nə olmalıdır? Mənfi 3. Bax, bunu bərabər 0 tənlik kimi həll edib x1, x2-ni tapsam, bunun kökləri 1 mənfi 3 olar, amma bunun kökləri mənfi 1, 3 olar. İndi mən də istəyirəm ki, köklərim mənfi 1, 3 olsun. Onda hansı variantdır? Y variantı. İndi bu tapşırıqdan ilk dəfə idi qabağımıza çıxırdı deyə belə hər şeyini detaylıca izah etmək istədim. İndi buradan sadəcə biz nəyi öyrəndik? Birinci növbədə burada qrafikin üzü aşağı olması üçün qarşısı mənfi olmalıdır. Buna fikir veririk. Məsəl üçün, uşaqlar, C variantında da mötərizənin içini 0 edən burada mənfi 1-dir, burada 3-dür. Yəni, burada da mənfi 1, 3-dür. Yəni, biz buna aldanmayaq. Fikir verməliyik ki, x kvadratının qarşısı mənfi olsun. Vurub açanda bir ona fikir verməliyik. Bir də burada kəsdiyi bu x1, x2 nöqtələrinin aşağıdakı tənliklərinin kökü olub olmadığını araşdırmaq lazımdır. Növbətində artıq bilirik deyə sürətli şəkildə işləyə bilərik 127-ni. Baxın uşaqlar. Bu ondan deyilmiş, bu asandır, bu daha asandır. Deməli, üzü aşağı çöndəribsə, deməli bu qollar aşağıdırsa, deməli bu mənfi olmalıdır. Bu getdi, bu getmədi. Qalan hamısı mənfidir. Bir dənə A variantı gedibdir uşaqlar. İndi baxaq. İndi mən istəyirəm ki, bunun elə bir ki, qrafiki x oxu boyunca 1-dir. Yəni, bunun x-i 1-dir. Düzdürmü? Deməli, x-in yeni x olacaq mənfi 1. Yəni, mötərizənin içində mənfi 1 olmalıdır. Mən bundan videonun əvvəllərində izah etmişəm. Mötərizənin içində mənfi 1 olan bir buradadır, bir də buradadır. O birisilər getdi. Deməli, parabolamızın qollarımız aşağıdır deyə parabolamız mənfi olmalıdır. X çıx 1-in kvadratı olacaq. İndi gəlirəm parabolanın təpə nöqtəsinin y-nə baxmağa. Y-i də mənfi 1-dirsə, deməli çıx 1 olmalıdır. O da hansı variant? D variantı olmalıdır. Biz demişdik ki, qıraqda dayanan y-i göstərir. İndi gəlin bunu da özümüz təyin eləyək.
Y bərabərdir uşaqlar. Qollar yuxarıdırsa deməli x kvadratı 2 var. Mötərizə. Mötərizənin qabağında heç nə yazmayacağam. İndi baxıram. Bax təpə nöqtənin x-i 1-dir. Deməli bu olacaq x çıx 1. Yəni x mənfi boyunca yəni x-a biz əks baxırıq, y-ə isə düz baxırıq. Y-də mənfi 1 isə deməli çıx 1 olacaq. Belə bir cavab da C variantında mövcuddur. Keçək 129-a. Deməli uşaqlar 129-da deyir ki, təsvir olunmuş parabola hansı funksiyanın qrafikidir? Deməli üzü aşağıdırsa, bu qollar aşağıdırsa, deməli kvadrat mənfi olacaq. Və görürsünüz burada mənfi deyil, burada mənfi deyil. Bunlar getdilər. Sonra uşaqlar təpə nöqtə nədir? Mənfi 2-dir. Mənfi 2-dirsə, deməli mötərizənin içində müsbət 2 olmalıdır. Mötərizənin içində müsbət 2 olan versiya bax buradadır. İndi baxın, Y-i də burada nədir? Müsbət 1. Qıraqda da müsbət 1 olmalıdır, o da var. Cavab A variantıdır. Deməli, x-in mənfisini götürürük, y-in özünü götürürük. 130-a baxaq uşaqlar. Deyir, təsvir olunmuş parabola hansı funksiyanın qrafikidir? Baxıram, yenə də qollar yuxarıdırsa, deməli, kvadratın qarşısında mənfi olmayacaq. D variantı getdi. Qollar yuxarıdır və təpə nöqtənin x-i nədir uşaqlar? Mənfi 2-dir. Deməli, mötərizənin içində x, üzr istəyirəm, x müsbət 2-dir, amma mötərizənin içində x çıx 2 olacaq. Yəni, mənfi 2. Mötərizənin içində də x çıx 2 olan bu deyil, bu deyil. A və B variantı ikisindən biridir. Y-i də nədir bunun? 1-dir. Yəni, üstə gəlinsin 1 olmalıdır. Baxın, uşaqlar, artıq burada biz variantlarla işləyəndə görürük ki, burada yəni 2 variant arasında qaldım. Yəni, burada da çıxılsın 2 var, burada da çıxılsın 2 var, üstə gəl 1 var. Da, indi mən qaldım belə, nə inəyim, nə qayıram? Heç nə. Bu var da, mən indi ən son momentdə 9 mənim üçün burada boşuna deyil. Ondan istifadə, o birisilərdə istifadə olunmur, amma buradan artıq istifadə eləyəcəm. Şöyle burada y oxunu kəsdiyi nöqtə hansı nöqtədir? C-dir. Yəni o sərbəst hədd ki var, x-in yanında x olmayan. Bax o sərbəst hədd C əmsalı bax burada y oxunu kəsdiyi nöqtədir. İndi gəlin bunu açaq. Bunu x çıxılsın 2-ni açmağa çalışsam, olar x-in kvadratı çıxılsın 4x, üstə gəlinsin 4, mötərizəyə də vuracam bunu 2-ni, üzərinə gələcəm 1-i. Sərbəst həddə var, bu x-lar mənə maraqlı deyil. Baxın, 2-ni 4-ə vursam nə eləyər? 8. Üstünə 1 gəlsəm nə eləyər? 9. Deməli, bunun sərbəst həddi 9-dur. Bizim də sərbəst həddimiz 9 olmalıdır. Cavab A variantıdır. Amma bu birisini yoxlamağa çalışsaq, x-in kvadratı çıxılsın 4x, üstə gəlsin 4 olacaq, bir də üstə gəlsin 1. Bunun sərbəst həddi 4 üstə gəl 1, yəni 5 olacaq, 9 olmayacaq. Ona görə B variantı da getdi. Doğru cavab A variantı olmuş oldu. Yəni belə, vəziyyətdən çıxmağa bacarın, vəziyyətdən çıxmağa çalışın hər dəfə. Yəni, nədən ki istifadə etməmsiz, onlardan istifadə edərək istənilən tapşırığı həll etmək olar. Sonra uşaqlar, deyir ki, y bərabərdir mənfi x kvadratı üstə gəl 4x parabolası ilə y bərabərdir 4x çıx 9 düz xəttinin kəsişmə nöqtələrini tapın. Mən sizə demişəm ki, kəsişmə nöqtəsini tapmaq üçün nə etməliyik uşaqlar? Bunları bir-birindən bərabərləşdirməliyik. Gəlin getdi. Deməli, mənfi x kvadratı üstə gəlinsin 4x bərabər olmalıdır 4x çıxılsın 9-a. Düzdürmü? Və nə edəcəm? Kvadratik funksiyada ümumiyyətlə nə var, nə yox, hamısı sola gəlməlidir. Və bu 4x-i də gətirəcəm sola. Və bu mənfi 9-u gətirəcəm sola, olacaq müsbət 9. Demişik ki, yer dəyişikliyi olanda işarələr tərs çevrilir. Müsbət 4x ilə mənfi 4x gedir. Qalır mənfi x kvadratı. 9-u yenə aparacam o tərəfə, çünki natamam kvadrat tənliyi alındı. Hər tərəfi mənfiyə bölsəm x kvadratı bərabərdir müsbət 9-a. Və uşaqlar, nəyin kvadratı 9 edir? Xahiş edirəm, orada təkcə müsbət 3 deməyin, çünki mənfi 3-ün də kvadratı 9 edir. Demək ki, bizim 2 dənə kökümüz oldu. Biri müsbət 3, biri mənfi 3. Deməli, uşaqlar, biz
bir dəfə x-a müsbət 3 dediyimiz zaman gəlin y-i tapaq. Harda istəyirsiniz? İstəsəz burada da qoya bilərsiniz, istəsəz burada qoya bilərsiniz. Heç bir fərqi yoxdur. Sizin üçün hansı rahatdırsa ora qoy. Məsələn, mənə bura rahatdır, mən burada qoyacağam. 4-ü vuracağım 3-ə, çıxacağım 9-u. 12-dən də 9 çıxanda 3. Vəssalam. İndi -3-ü qoyub yoxlayacağım da elə bil ki, burada -3-ü. Deməli, 4-ü vuracağım -3-ə, 4-ü vuracağım. Uy, bu niyə belə oldu? 4-ü vuracağım -3-ə, çıxacağım 9-u. -12-dən də 9-u çıxsam, edər -21. -21. Deməli, 3, 3. Haradadır 3, 3? 3, 3. A, 3, 3 yoxdur ki. A, yox var imiş burada. Deyil, 3, 3. Bir də -3, -20. Vəssalam. Deyil, C variantı, doğru cavab variantı oldu. Keçdi 132-yə. Deyir ki, -2y bərabərdir. -2x kvadratı çıx 8x üstə gələk 3 parabolasının təpə nöqtəsi koordinat müstəvisində harda yerləşir? Uşaqlar, bunu 100 dəfə yazmışıq da. x0-ı tapmaq üçün nə qayıracağım? -b bölünsün 2a düsturundan istifadə edəcəm. Bu a-dır, bu b-dir, bu c-dir. B nədir? -8. -b olduğu üçün elə bir dənə də belə deyim də, həmişə -b olanda onun əksini götürürük. -8-in əksi -8 bölünsün. 2 vurulsun. A nədir bəs? -2. İndi hesablayaq. 8 bölək -4 o da edəcək -2. Deməli x0 -2-dir. İndi y0-ı nətər tapacağım? Heç nə gətirib burada x-in yerinə qoyacağım -2. Baxın, -2-ni vursam x kvadratı, yəni -2-nin kvadratı neçə edər? 4. Sonra baxın uşaqlar, -8-i x-a, yəni -2-yə vursam neçə edəcəm? -8 vur -2 eləyər -16. Üstə gələk 4 bərabərdir. -8 üstə gəl 16 üstə gəl 3. -8-in üstünə 16 gəlsəm eləyər -8 üstə gəlsin 3. O da eləyər 11. Vəssalam, qutardı, getdi. Mən indi bunun təpə nöqtəsini qurmağa çalışsam, x0-ımız olar -2, y0-ımız olar -11. Mən bunları belə bir-birləri ilə qovuşturmağa çalışsam, deyil, gəlib burada olacaq. Bu hansı rübdür? Bax, bu birinci rübdür, bu ikinci rübdür, bu üçüncü rübdür, bu da dördüncü rüb. Deməli, hansı rübdə oldu? İkinci rübdə oldu. Cavab Y variantı. Keçdik 133-ə, amma heç nə. Hesablayaq. 133 deməli. Deyir ki, y bərabərdir -2x kvadratı üstə gəlsin 6x funksiyasının absis oxu ilə kəsmə nöqtəsinin koordinatlarını tapın. Əgər siz yaxşı uşaqlarsınızsa, mənim bundan öncəki videomda dediyim qaydaları yazmışsınızsa, açıb qaydalardan baxa bilərsiniz. Absis oxunu kəsəndə nə edəcəyik? Təbii ki, y-ə 0 deyib hesablayacağıq. Nə qayacam uşaqlar? Burada y-in yerinə 0 qoyacağım və hesablayacağım. Başladıq. İndi gəlin belə eləyək. İndi bizim gözümüz öyrəşib ki, x-lər sağda olsun da. Mən bunların yerini dəyişdirim. Olsun -2x kvadratı üstə gəl 6x-i solda yazım. Sol mən bayaq sağ dedim, çaşdım, üzürlü sayın. 0-ı da sağda yazım. Sonra uşaqlar x-i çıxardacağım çölə. Hətta 2-ni də çıxarda bilərəm çölə. Burada qalacaq mənfi, 2-ni də çıxartmışam, x-dan da 2 dənə idi. 1-ni çıxartmışam, 1-i qalıb. 6-nı 2-yə böləndə, 2-ni çıxartmışam, 3 qalıb. X-i də çıxartmışam, heç nə, getdi 0. İndi biz bilirik ki, əgər 2 dənə bir şeyi bir-birinə vuranda cavab 0 eləyibsə, deməli o 2 dənə olan bu şeylərin hərəsi 0 olmalıdır. Yəni, eyni anda yox da fərqli-fərqli təbii ki. Ya bu 2x 0-dır, ya da ki, bax bu -x üstə gəlsin 3 0-dır. Yəni, hasil bərabər 0 gördüksə, orada bütün vuruqları bircə-bircə 0-a bərabərləşdirib həll etməliyik. Təbii ki, buradan x1 bərabərdir 0 olur, buradan da x2 bərabərdir 3 olur. Çünki bax, bura 3 yazsam, -3 ilə -3 gedər 0 edir. Adətən uşaqlar deyir ki, burada 3 var da, olacaq -3. Yox, -3 olmur. Diqqətli olun.
Bu mənfi x-ə aid deyil. Bura biz 3 yazanda ancaq gedə bilər. Yox, əgər biz bura mənfi 3 yazsaydıq, onda mənfi 3 ilə x-in elə bir ki, gətirib bura mənfi 3 yazmağa çalışsaq, 2 dənə mənfi bir-birlərin yiyəcəyi olacaq, müsbət 3, 3 ilə 2 ilə toplayanda cavab 6 eləyər. Ona görə belə şeylərdə biraz diqqətli olun sizdə. Neysə, deməli x 0 oldu, biri də 3 oldu. Mən nəyi tapırdım? Yadımdan çıxdı, danışdım yadımdan. Kəşmə nöqtələrini deyildi tapın. Heç nə, x-a 0 verdikdə y nə olur? Hesablayaq da, gətirək burada x-in yerinə 0 qoyaq. Nə olacaq? 2 vur 0, 0, 6 vur 0, 0. Sıfırlar da toplayanda əlbəttə ki 0 eləyər də. Başqa nəsə eləyə bilər ki, yox. X-in yerinə 3 qoyuram. Mənfi 2 vurulsun 3-ün kvadratı, yəni 9. Üstə gəlinsin 6 vurulsun 3, yəni 18. Bu nədir? 2 mənfi 18 üstə müsbət 10. Bu da 0 eləyirmiş ki. Bərabərdir 0. Deməli, bu nöqtəni cüt şəklində yazsam, onlar 0, 0 nöqtəsi. Bunu da bir cüt şəklində yazmağa çalışsam, onlar 3, 0 nöqtəsi. Deməli, 0, 0 və 3, 0 nöqtəsi cavab hansı oldu? Y variantı oldu. Keçək 134-cü tapşırığı yazaq. Deyir ki, fx bərabərdir k bölü x. Bu tərs mütənasib asıllığın qrafikidir uşaqlar. Deyir ki, bu funksiyanın qrafikinin A nöqtəsindən keçdiyini bilərək f mənficini tapın uşaqlar. Ümumiyyətlə sizə bilmədiyiniz, belə əyri-üyrü, qəribə bir burada funksiya belə yazsa, bu cür tapşırıqları həll etmək üçün filan nöqtədən keçdiyini bilərək deyirsə, deməli həmin nöqtənin x-in y-ini qoyuruq burada yerinə tapırıq da. Fx demək elə y deməkdir. Bu elə y deməkdir. Yəni ki, y bərabərdir k bölünsün x deməkdir. Deməli, mən x-in yerinə nə yazacağam? 2. Burada x-in yerinə 2 yazacağam. Y-in yerinə nə yazacağam? Mənfi 16. Bir də səliqəli yazın. Mənfi 16 bərabərdir k bölək 2. Buradan da k bərabərdir mənfi 16-nı 2-yə vuranda mənfi 32 edər. Məsələn, biz k-nı tapdıq. K-nı tapdımsa gətirib burada yerinə yazacağam. Demək ki, uşaqlar, bizim fx funksiyamız hər hansı bir funksiyadır. Yəni, bu yerinə y də yaza bilərsiniz, fx də yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Bərabərdir k. İndi burada k var idi. K-nın yerinə yazacağam mənfi 32. Mənfi 32 bölünsün x funksiyasıdır. Baxın uşaqlar, görün mənə nə deyir. İndi mən buranı sileyim, qara quramı sileyim. Siz yaxşı görə biləsiniz. Baxın, fx funksiyasında məndən f mənfi 2-ni tapmağımı istəyir. X-in yerində nə var? Mənfi 2. Deməli, burada x-in yerinə nə yazacağam? Mənfi 2. Yəni, burada da x-in yerinə mənfi 2 yazıram. Yəni, bu deməkdir ki, mən x-in yerinə mənfi 2 qoyub qiyməti hesablayıram. Burada da x-in yerinə mənfi 2 yazacağam. Mənfi 32 bölünsün. Mənfi 2 o da edəcək. 16 düzgün cavab A variantı etmiş olur. Növbəti 135. Yine eynisidir uşaqlar. Aha. 135. Deyir fx bərabərdir k bölü x funksiyasının qrafikinin A nöqtəsindən keçdiyini bilərək f mənfi 3-ü tapın. Yenə də biz bu nöqtədən istifadə edərək x-in yerinə 3, y-in yerinə mənfi 24 qoyub nəyi tapacağım? K-nı tapacağım. Hardan tapacağım? Buradan tapacağım. Fx bərabərdir k bölünsün x. Fx demək nə deməkdir uşaqlar? Y deməkdir. Mən nə qoydum bunun yerinə? Mənfi 24 bərabərdir k bölünsün x. X-in də yerinə 3 yazdım. Deməli, k bərabərdir mənfi 72. Niyə? Bunları vururuq bir-birinə, k-nı tapırıq da mənfi 72. Deməli, bizim funksiyamız fx bərabərdir mənfi 72 bölünsün x funksiyasıdır. İndi mən nə edəcəm? F mənfi 3-ü tapacağım. Yəni, x-in yerinə mənfi 3 qoyub hesablayacağım. F mənfi 3-ü tapmaq üçün mənfi 72 bölünsün mənfi 3. Mənfilər bir-birini aparır. Cavab 24 edir. D variantı doğru cavab variantıdır. Sonra uşaqlar keçirik nəyə? 136 çox asan su kimi sualdır. Mən sizə izah eləmişəm, öyrətmişəm. Bax,
Hara əyilib xətt? Baxın uşaqlar, hara əyilib xətt? Sağa əyilib. Düzdürmü? Sağa əyilənlərin K-sı müsbətdir. Deməli, bax, bu K müsbətdir. Sonra uşaqlar, bax, bu da sağa əyilib. Görürsünüz, sağ tərəfə əyilib. Demək ki, bax, bu da müsbətdir. Amma bu sola əyilib. Sola əyilibsə, deməli, bu mənfidir. Bax, bu getdi. Bu mənim birinci anlayışım. Onda belə çıxır ki, burada ən balacası K3 olacaq. Ən kiçiyi K3'dür. Ən kiçiyi K3 olan C və Y variantıdır. Sonra uşaqlar, gəlin belə eləyək. K əmsalı. Baxın, bunu əzbərləyə də bilərsiniz. Amma mən sizə əzbərlətmək üçün əzbərlədərək deməyəcəm. Mən sizə belə göstərəcəm, ondan sonra deyəcəm ki, əzbərləyin. Baxın uşaqlar. Görürəm ki, K2-də, K1-də ikisi də sağa əyilir və ikisi də müsbətdir. Baxın, K2 də müsbətdir, K1 də müsbətdir. Qaldım ortada, bilmədim ki, onları necə müqayisə edeyim. Bax, fikir verirəm. Buradan bir dənə x götürürəm. Deyirəm ki, tutaq ki, bu x-ı 1-dir və bu x1-dir, tutaq ki. Gəlirəm, rəngləndirəcəm özdə bunları. Bax, bu olsun K1-in xətti. Bax, K1-in xətti buraydı. Özüm göstərdim ki, orada da fikrimiz yayınmasın. Oy, niyə belə oldu? Dəqiqə. Hə. Bax, bu da olsun K2'nin rəngi. Bax, bunları bildik, düzdürmü? Baxın uşaqlar, bax, tutaq ki, bura 1-dir. Deyək ki, 1-dən gəldim, bu rozvi xəttə çatdım. Deyək ki, bura oldu 2. Onda bu rozvi xətt üçün x1-dir, y2-dir. Düzdürmü? Onda K nə olacaq? Bir dənə fikir verək. K-nı tapmaq üçün ümumiyyətlə mən nə etməliyəm? K-nı tapmaq üçün y-i x-a bölməliyəm. Y bölünsün x. Y2 x1-dir. 2-ni 1-ə böldüm, elədi nə? 2. İndi gedirəm uşaqlar, göy xəttə doğru gedirəm. Yəni göy xəttdən də həmçinin K-sını tapmaq üçün nə ayıracağam? Yenə də y-i x-a böləcəm. Yenə də mənim x-im 1-dir. Çünki mən 1-dən üzü yuxarı qalxıram. Qalxdım, gəldim burada. Gördüm ki, y-im yuxarıdadır da. İndi 2-dən böyük bir şey olacaq. Tutaq ki, olsun 4. Bu da olsun 4 bölünsün 1, yəni 4 oldu. İndi bir dənə fikir verək uşaqlar. Hansı daha böyüdür? K2'dəki K böyüdür, yoxsa K1'dəki K böyüdür? Təbii ki, K2'dəki K daha böyüdür, düzdürmü? Çünki orada elə bir ki, birdən yuxarıya qalxanda elə bil rozviyə daha tez çatdım. Y daha balacadır orada. Amma göyə daha geç çatdım. Orada Y daha böyüdür. Onda belə çıxır ki, bax, əgər, bax, belə tapşırıqlarda sağa sola əyilməklə mənfi müsbətliyini təyin etdiniz. Əgər Y oxuna daha sıx şəkildə yerləşibsə, onun K-sı daha böyük olacaq. Aydındır? Daha sıx yerləşəndə daha böyük olur. Yəni, bilmirsinizsə, yadda saxlaya bilmirsinizsə, problem deyil. Eynən mən sizə necə izah elədim? Bax, addımları bircə-bircə göstərdim. Yadınızdan çıxıbsa, bu addımları tətbiq eləyərək rahat tapa bilərsiniz. Deməli, biz dedik ki, K2 daha böyükdür, K1 ondan biraz balacadır, ən balacası K3 idi, çünki o mənfi idi. Cavab C variantıdır. Bax, bir daha deyirəm, əgər nə isə anlamadınızsa, mən tapşırığı elə izah elədim ki, addım-addım, tələsmədən, yavaş-yavaş çalışdım ki, çaşmadan izah eləyim ki, tam yaxşı qavraya biləsiniz. Əgər nə isə anlamadınızsa, burada siz videonu geri çevirin, dəfələrlə baxın, mütləq ki anlayacaqsınız. Çünki mən anlaşılır dildə izah etmişəm. Elə izah elədim ki, ola bilməz ki, hansınızsa aranızda, hansınızsa siz onu başa düşməyəsiniz. Yəni, belə bir şey ola bilməz. Ona görə başa düşməyənlər, xahiş edirəm, videonu geri edin. Çünki burada addım sayı çoxdur. İlk dəfədən anlamaya bilərsiniz. Bu normal bir şeydir. Videonu geri çəkib bir-iki dəfə baxdıqdan sonra mütləq ki başa düşəcəksiniz. Başa düşəndə bir şeyi əzbərləmək daha yaxşı olur. Məsələn, mən başa düşmədiyim nə isə heç vaxt əzbərləyə bilmərəm. Ona görə də çalışın ki başa düşün sonra.
137-yə baxaq. Deyir y bərabər ax kvadratı plus bx plus c funksiyasının qrafikinə əsasən a və c üçün verilənlərdən hansı doğrudur? Deməli, uşaqlar, burada c, bax demişik ki, y-i kəsdiyi nöqtə c-dir. Bu y-i kəsdiyi nöqtə, y-i hardan vurub keçir? De, buradan sıfırdan. Deməli, c-si bunun sıfırdır. Onda D getdi, Y getdi, C getdi. Qollar da üzü yuxarı qalxıbsa, onda A-sı da müsbət. Qollar üzü yuxarı qalxanda A müsbət. A müsbət, C sıfır, cavab A variantı. Göz necə asan sualdır. Belə asan sualları bilmək üçün xırda bir-iki minik qaydaları bilməlisiniz. Onları da bilin. 138, deməli, deyir ki, B parametrinin hansı qiymətində y bərabər mənfi x kvadratı plus b çıx 4 vur x çıx 9 funksiyası yalnız mənfi qiymət alır. Deməli, uşaqlar, bax, məntiqlə yenə düşünək. Bu kvadrat funksiyadır da. Kvadrat funksiyanın qrafiki nədir? Parabola. Düzdürmü? Sonra fikirləşirəm ki, bu parabolanın x kvadratı mənfidir. Mənfidirsə, deməli, bunun qolları aşağı olacaq. Qollar aşağı olacaq. Mən istəyirəm ki, mənim cavabım yalnız mənfi alsın. Tutaq ki, qollar belə olsa, belə olsa. Bu funksiya necə yalnız mənfi qiymət ala bilər? Həmişə x-dan yuxarıda qalan hissə müsbətdir, aşağıda qalan hissələr mənfidir. Deməli, bu müsbət də alır, mənfi də alır. Deməli, bunun yalnız mənfi alması üçün bu parabola x oxundan aşağıda yerləşməlidir. Belə-belə. Məsələn, belə yerləşə bilməz. Ancaq x oxundan aşağıda yerləşməlidir. Bir dənə fikir verirsiniz. Heç bu x oxunu da kəsmir. Çünki x oxunu kəssə, artıq orada sıfır qiymət alacaq. Və belə olan halda, əgər bu x oxunu kəsmirsə, deməli, bunun nəyi yoxdur, uşaqlar? x1-i və x2-si yoxdur. Yoxdur. Fikir verin bir dənə. Belə olsaydı, x1-i də x2-də olardı. x1, x2 nə idi? Qolların x oxunu vurub keçdiyi nöqtə. Heç baxın, üz aşağı parabolalara bir dənə baxın. Heç o x oxunu kəsir? Yox, kəsmir. Əgər x1, x2 yoxdursa, deməli, kvadrat funksiyanın kökləri yoxdur. Kvadrat funksiyanın nə zaman kökləri olmurdu? Diskriminantı mənfi olduqda. Görürsünüz, uşaqlar, addım-addım mən sizə ən başdan, ən xırda detayından izah etməyə başladım ki, siz axıra gəlib çatana qədər artıq testi bilmiş olasınız. Təbii ki, x1, x2 yoxdur deyəndə tənliklər bölməsini yaxşı qavrayan şagird orada bilirəm ki, öz-özünə diskriminantın sıfırdan kiçik olduğunu düşünüb tapdı. Tapanlara afərin. Uşaqlar, onda siz qayda olaraq yazın ki, əgər kvadrat funksiya yalnız mənfi qiymət alırsa, deməli, diskriminant sıfırdan kiçik olmalıdır. Yalnız müsbət qiymət alırsa da, yenə də diskriminant sıfırdan kiçik olmalıdır. Cümləmi, videonu geri çevirərək yazarsınız. Yəni, əgər burada sizdən soruşsa ki, nə vaxt yalnız müsbət qiymət alır, onda da həmçinin diskriminantı sıfırdan kiçik götürəcəksiniz. Yaxşı, yalnız mənfi dedikdə də diskriminant sıfırdan kiçikdir, yalnız müsbət dedikdə də diskriminant sıfırdan kiçikdir. İndi gəlin diskriminanta baxaq. Diskriminantın sıfırdan kiçik olması, diskriminantın düsturu nədir? B kvadratı çıxılsın, 4ac kiçik olmalıdır sıfırdan. B x-in qabağında durandı, x-in qabağında durub, B çıxılsın, 4-ün kvadratı çıxılsın, 4 vurulsun. Ax kvadratının qarşısında durandı, yəni mənfi 1. C də tək dayanandı, yəni mənfi 9. Kiçik olmalıdır sıfırdan. Deməli, B kvadratı, və bunu açıram. B kvadratı çıx 8a, üstə gəlsin 16. Mənfi 4, mənfi 1, mənfi 9. 3 dənə mənfini öz-özünə vuranda cavab mənfi eləyər. 4 vur 9, 36. Kiçikdir sıfırdan. B-nin kvadratı çıxılsın 8a. 8a nədir? 8b olmalıdır. Burada üzürlüsən uşaqlar. 16-dan 36 çıxanda mənfi 20. Kiçikdir sıfırdan. Düzdürmü?
Diskriminant bərabərdir. B-nin kvadratı 64 üstə gəlinsin 4AC, yəni 80, o bərabərdir 144-ə. B1 bərabərdir -8, müsbət 8 üstə gələ 144-dən çıxır 12 bölünsün 2A. A'dakı B kvadratının qabağında durandır, yəni 1. Bərabərdir 22-yə böləndə 10, B2 də bərabərdir 8 çıx 12 böl 2, o da bərabərdir 8-dən 12 çıxsam -4 2-yə bölsəm -2 və salam. Deməli uşaqlar, bizim buradan köklərimiz oldu -2 və müsbət 10. İntervallar üsulu ilə həll edəcəm. Kiçikdir. Uc nöqtələr daxil deyilsə boş qoyacağam. Burada elə bir ki belə deyək də B kvadratının qarşısı müsbətdir deyə orta mənfi qıraqlar müsbət olur. Və mənə lazımdır sıfırdan kiçiklər. Sıfırdan kiçik də bax buradır. Yəni -2-dən 10-a qədər olacaq. -2-dən 10-a qədər cavab Y variantı oldu. 139. Yəni bu tapşırığı yaxşı işləmək üçün siz bərabərsizlik bölməsini, kvadrat tənliklər bölməsini mükəmməl bilməlisiniz ki, bu bölməni, yəni bu tapşırığı işləyə bilərsiniz. Əgər tam aydın olmazsa, deməli ki, sizin qeyd etdiyim bölmələrdə çətinliyiniz var. Açın, həmin bölmələri təkrar edin. K və B-nin hansı qiymətində Y bərabərdir K böl X hiperbolası və Y bərabərdir KX plus B düz xətti M nöqtəsindən keçir. Yəni də demişəm, bu nöqtədən keçəndə X-ların yerinə -6, Y-lərin yerinə 4 qoyacağıq. Deməli, X-lar -6-dır, Y-lər 4-dür. Birinci gəlib bunun yaxasından yapışacağım. Y bərabərdir K bölünsün X. Y-in yerinə nə qoyuram uşaqlar? 4 qoyuram. 4 bərabərdir K bölünsün. X-in də yerinə nə qoyuram? -6 qoyuram. Deməli ki, K bərabərdir 4-ü -6-ya vursam, -24. K oldu nə? -24. Tapdım da K-nı götürüb, burada həm Y-in yerinə, həm K-nın yerinə, həm də X-in yerinə ədədlərini qoyub B-ni tapacağım. Deməli uşaqlar, Y-in yerinə nə qoyuram? 4 bərabərdir. K-nı tapmışam. K-nın yerinə -24, X-in yerinə -6 qoyuram. Üstə gəlsin B. 4 bərabərdir. Mənfini mənfiyə vuranda müsbət eləyir. 24-ü 6-ya vursam neçə eləyər? 24, 2 yadda 14 üstə gəlsin B. Bunu da bu tərəfə gətirsəm olar -144. O da eləyər -140. Deməli B-ni -140 tapdım. K-nı -24. Cavab B variantı. Deməli 140-cı suala baxaq. 140-da deyir ki, x kvadratı üstəgəl bx üstəgəl c kiçikdir 0 bərabərsizliyinin həllər çoxluğu -2-4 aralığı olarsa, y bərabərdir x kvadratı plus bx plus c parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Baxın. Deməli uşaqlar, burada yazıb ki, x kvadratı üstəgəlsin bx üstəgəlinsin c kiçikdir 0. Tutaq ki, mən bunu, burada b-ni, c-ni bilirəm və bunu həll etməyə başlayıram. Nə edəcəm uşaqlar burada? Diskriminantı tapacağım. Sonra diskriminantdan istifadə edərək x1 və x2-ni tapacağım. Sonra ədəd oxunu qeyd eləyəcəm. x1 və x2-ni qeyd eləyəcəm üstündə. Kiçikdir. Sadəcə kiçik olduğu üçün içi boş nöqtələri qeyd eləyəcəm. İntervallarımı çəkəcəm. Təbii ki, burada A nədir? X kvadratının qabağında duran A-dır. Yəni A bərabərdir 1-ə. Yəni bu A müsbət bir ədəd olduğu üçün orta mənfi qıraqlar müsbət olacaq. Düzdürmü? İndi mən də 0-dan kiçik olan hissəni istədiyim üçün, demək ki, mənim həllim x1-dən x2-yə qədər olan aralıq olacaq. İndi mən də baxıram ki, mənim aralığım axı -2-dən 4-ə qədərdir. Onda belə çıxır ki, x1-imiz -2-dir, x2-miz 4-dür. Deməli, x1-i aldıq -2, x2-ni aldıq 4. Təzədən qayıdıram bura. Mənim tənliyim, belə deyək də, bərabərsizliyim yaxşı.
x kvadratı üstə gəlinsin bx üstə gəlinsin c şəklindədir. Mən buna kvadrat tənliyi kimi baxsam, görürəm ki, burada a 1'dir. Yəni ki, bu çevrilmişdir. Çevrilmişdirsə, onda Viet teoreminə görə b bərabər olacaq bunların cəminin əksinə. 4 ilə mənfi 2-nin cəmi edir 2, onu da əksi eləyəcək mənfi 2. Belə başa düşdüm ki, b bərabərdir mənfi 2-yə. Keçirəm c-yə. C də bilirəm ki, bunların hasilidir. Yəni, mənfi 2-ni 4-ə vursam, mənfi 8. Belə başa düşdüm ki, C də bərabərdir mənfi 8-ə. Deməli, uşaqlar, mən A-nı da, B-ni də, C-ni də nə etdim? Tapdım. İndi mən nəyi tapmalıyam? Təpə nöqtənin koordinatlarını. Gəlin, mən buranı silim, təmizləyim, biraz səliqəli olsun və keçək A-larımızı, B-lərimizi, C-lərimizi, hər şeyimizi yerinə yazıb, başdan təpə nöqtəni tapaq. Deməli, A 1-dir, yəni x kvadratı. Sonra uşaqlar, b-ni neçə tapdım? Y bərabərdir. B-ni tapdım mənfi 2. Çıxılsın 2x. C-ni tapdım mənfi 8. Çıx 8. Və bu şəkildə bir parabola aldım. Düzdürmü? Təpə nöqtə x0-ı tapmaq üçün mənfi b bölünsün 2a düsturundan istifadə edirəm. Mənfi b-miz nədir? Mənfi 2 bölünsün. A da 1 olduğu üçün 2a da 2 eləyəcək. Bunlar gedir. 2-ni 2-yə böləndə cavab 1 elədi. Deməli ki, bizim x0-ımız 1-dir. Onda gəlin y0-ı tapaq. Heç nə, burada yerinə qoyacaq. X-in kvadratı, yəni 1-in kvadratı çıx. 2 vurulsun 1, çıxılsın 8. Bərabərdir. 1-dən 2 çıxanda mənfi 1, mənfi 1-dən də mənfi 8, mənfi 9 etmiş olacaq. Demək ki, bizim təpə nöqtəmizin x-i 1-dir, y isə mənfi 9-dur. 1 mənfi 9, o da D variantı etmiş olur. Keçirik 141-ci suala. 141-də deyir ki, y bərabərdir modul x funksiyasının qrafiki və y bərabərdir 4 düz xətti ilə hüdudlanmış fiqurun sahəsini tapın. Belə tapşırıqları həll etmək üçün uşaqlar nə etmək lazımdır? Qrafiklərini koordinat oxunda qurmaq lazımdır. Baxın. Y bərabərdir modul x funksiyasının qrafiki. Bax, lap gəlin belə deyək. Tutaq ki, indi bilmirik də, əzbər bilmirik. Bunun üçün nə etməliyik? X-a qiymətlər verib, y-i tapacağıq. Məsəl üçün, x-a qiymət verirəm. X-a 1 versəm, 1-in modulu 1. 2 versəm, 2-nin modulu 2. 3 versəm, 3-ün modulu 3. Mənfi 1 versəm, modulu 1. Mənfi 2-nin modulu müsbət 2. Mənfi 3-ün modulu müsbət 3. Gördünüz? Deməli, uşaqlar, 1-də bu 1 alır. Nöqtəni qurdum. X 2 olanda y-də 2 olur. Bax, nöqtəni qurmaq üçün bunları bir-birinə qovuşturmaq lazımdır. Aydındır? Bax, məsələn, mənfi 1-də də, görürsünüz, mənfi 1-də də 1 alır. Mənfi 1-də də müsbət 1 alacaq. Qovuşturduq. Mənfi 2-də də müsbət 2 alır. Yenə də bunları qovuşturduq. Deməli ki, düz xəttimizi bu şəkildə çəkdik. Düz xəttimizi bu şəkildə çəkdik. Təbii ki, 4-də də 4-ə uyğun gələcəkdə. Tutaq ki, uşaqlar, burada 4 var. Amma mən bunu bu şəkildə gətirsəm, 4-ün modulu, moduldan 4 nə deməkdir? Yəni, müsbət 4-ün də modulu 4 eləyər. Uşaqlar, mənfi 4-ün də modulu 4 eləyər. Belə şeylərə diqqət eləyin. Nəysə, indi bir dənə də y bərabər 4-dür. Y-in 4-ü buradadır. Onu da ki, beləcə çəkdim. Bax, belə. İndi burada hüdudlanmış sahə nədir? Hüdudlanmış fiqur nədir? Bax, bu fiqurdur. Düzdürmü? Bu fiqur hansı fiqurdur? Üçbucaq. Üçbucağın sahəsini tapmaq üçün 2-də 1 ağac düsturundan istifadə edirəm. Bax, A elə bir ki, bunun tərəfidir. Tərəf də nədir? Bax, fikir verin. 4 dənə bura, 4 dənə bura. Toplam 8-dir. Deməli, bunun tərəfi 8-dir. Yəni, 2-də 1 vurulsun 8. Hündürlüyü də ki, bax, budur da. Bunun uzunluğu nə boydadır? 4-dür də. Deməli, hündürlüyü də 4-dür. Cavab eləyəcək 32 bölü 2, 16. Deməli ki, cavab C variantı olmuş oldu. Keçək 142-ni yazaq. Demək, 142.
Yenə də eyni şəkildə deyir ki, y bərabərdir. İndi uşaqlar, mən bunu təkrar nöqtə zad qurmayacağam burada. Sadəcə olaraq bilin ki, həmişə modul x-in qrafiki bax belədir. Amma əgər modul x-in qabaq mənfidirsə, onda qolları düşəcək aşağı. Aydındır, bax belədir. Yəni ki, yenə də baxın, 1-ə uyğun gələcək -1. Sonra, məsəl üçün, 6-ya uyğun gələcək, indi burada 6 var deyə yazdım. 6-ya uyğun gələcək -6. -6-ya da uyğun gələcək uşaqlar -6. -6-ya da uyğun gələcək -6. Bir dənə də y bərabər -6-dan bir dənə beləcə xətt çəksəm, ortada qalan fiqurdur, bu fiqur olur. Üçbucaq fiquru, üçbucağın sahəsini tapmaq üçün 2də 1 AH düsturundan istifadə edirəm. Bunun A-sı, yəni 6 dənə bura, 6 dənə bura 12-dir. 2də 1, 12 vurulsun. Bunun H-ı da hündürlüyü nədir? 6-dır. Bundan bu getsə bura 6 qalar. 6-nı 6-ya vursam 36. Düzgün cavab D variantı olur. 143-ə baxaq. Deməli, deyir ki, A və B nöqtələri OY oxuna paralel olan düz xəttin üzərində. Gəlin baxaq uşaqlar. Mən əslində bunun qaydasını sizə demişəm. OY-ə paralel olan bax bu düz xətt hər hansı bir x bərabər hər hansı bir ədəd olan düz xəttdir. Yəni OX-a paralel olan düz xəttin üzərindəki hər şeyin x eynidir. Yəni x-lar eyni olmalıdır. Onda belə çıxır ki, x-lar nədir? Birinci yerdə dayanan. Deməli, x-lar eynidir. Bunun x-i 6-dırsa, yəni A nöqtəsinin x-i 6-dırsa, deməli, B nöqtəsinin də x-i 6 olmalıdır. Onda belə çıxır ki, A nədir? 6-dır. Keçirik 144-ə. Deyir, K-nın hansı qiymətində y bərabərdir kx plus 3 funksiyasının qrafiki M nöqtəsindən keçir. Milyon dəfə demişik ki, nöqtədən keçəndə birinci yerdə dayananı x-a, ikinci yerdə dayananı y-ə verirəm. Y-ə nə deyəcəm? 9. X-a nə deyəcəm? 2. Yəni 9 bərabərdir 2k üstə gələ 3. 3 o tərəfə keçir, olur -3 bərabərdir 2k-ya. 6 bərabərdir 2k-ya. K da bərabərdir 6/2, yəni 3-ə. Deməli ki, düzgün cavab 3 oldu. Keçək 145-ə. Deməli, y bərabərdir ax kvadratı plus bx plus c kvadratik funksiyasına əsasən, qrafikinə əsasən a plus b plus 3c-ni tapın. Deməli, uşaqlar, a plus b plus 3c-ni tapmalıyam. Təbii ki, mən bunun üçün a-nı bilməliyəm, b-ni də bilməliyəm, c-ni də bilməliyəm də, düzdür? Hər dəfə deyirik ki, C buradan y-i vurub keçdiyi nöqtədir. Baxın, y-i vurub keçdiyi nöqtə nədir? 1. Demək ki, C 1-dir. Sonra görək nəyi tapırıq. Sonra uşaqlar, burada baxıram ki, x-i, yəni x bir dənədir də, yəni bir dənə fikir verin. Həmişə, məsələn, belə olsaydı, deyərdik ki, bax, bu da x-dir, bu da x-dir. Birinə biz x1 deyirdik, birinə x2 deyirdik. Amma indiki halda bir dənə x var. Deməli ki, bunu bir tənlik kimi, biz buna bir tənlik kimi baxsaq, deməli ki, bunun x1-i və x2-si bir-birinə bərabərdir və o da 1-ə bərabərdir. Onu da qeyd edirəm. Bütün tapıntılarımı qeyd edirəm. Deməli, x1 ilə x2 bir-birinə bərabərdir, o da həmçinin 1-ə bərabərdir, uşaqlar. İndi baxın, tutaq ki, mən belə bir şey yazdım da, indi bir də fikirləşirəm ki, nə vaxt köklərin ikisi də bir-birinə bərabər olur, diskriminant 0 olanda. Bunda hər ehtimala qarşı buradan yazdım. İndi bəlkə də istifadə elədim, ola bilər. Sonra, qollar yuxarıdırsa A müsbətdir. Biz belə eləyə bilərik əslində. Baxın, bu başlanğıcdakı bax bu həm də x0-dır. Yəni x0 da həmçinin 1-ə bərabərdir. Bax, x0-ın düsturu var. x0 bərabərdir -b bölünsün 2a. Mən b-ni də bilmirəm, a-nı da bilmirəm, amma x0-ı bilirəm ki 1-dir. Onda mən bunları çarpaz vursam,
Mənfi B ilə 2A bir-birinə bərabər olar. Bu da bir tapıntı. Diskriminant sıfırdır. Yəni B kvadratı çıxılsın 4A isə diskriminantın düsturudur. Yəni diskriminant bu düsturundan tapılır. Bərabər olmalıdır sıfıra. Mən B-ni bilmirəm. A-nı da bilmirəm. Amma C 1-dir. Bərabərdir 0. 4A-nı 1-ə vursam, elə 4A edər. Bərabərdir 0-a. Sonra uşaqlar, mənfi B 2A-dır da, düzdür. Onda B-nin də kvadratı 2A-nın kvadratı, yəni 4A kvadrat edəcək. Çıxılsın 4A bərabərdir 0. Buradan 4A-nı mötərizə xaricinə çıxartsam, A çıx 1 qalar, bərabərdir 0-a. Ya 4A 0-dır, ya A çıx 1 0-dır. Buradan A bərabərdir 0. Buradan A bərabər 1-ə. Təbii ki, biz demişik kvadrat olan istəyir funksiya, istəyir bərabərsizlik, istəyir tənlik. Yəni kvadrat sözü varsa bu kvadratın itməməsi lazımdır. Bunun üçün də A 0 olmamalıdır. Bunu atdım o yana getdi. Deməli ki, A nə olmalıdır? 1 olmalıdır. A 1-dirsə, onda belə çıxır ki, mənfi B bərabərdir 2 vur 1-ə, yəni 2-yə. Onda müsbət B də bərabərdir mənfi 2-yə. Müsbət B də bərabərdir mənfi 2-yə. Cavabımız heç nə. Bunu istəyirdi. Qoyaq yerinə. A-nın yerinə 1 qoyacağım. B-nin yerinə mənfi 2, C-nin yerinə 1. 1 çıxaq 2, üstə gələk 3. Cavab edəcək 2. Deməli ki, düzgün cavab 2 olmuş. Oldu. Davam edək. 146 ilə təpə nöqtəsinin koordinatları cəmini tapın. Heç nədə təpə nöqtənin x0-ını tapmalıyam, y0-ını tapmalıyam. Hələ bir onları tapandan sonra hələ bir dənə də cəmləməliyəm uşaqlar. x0-ın düsturunu da milyon dəfə yazmışıq, əzbərlədik. Mənfi B bölünsün 2A. O da bərabərdir. Bax, B nədir? X-in qabağında duran, yəni 4. Mənfi 4 bölünsün 2 vuraq. A da ki, bax, x kvadratının qabağındakı, yəni mənfi 2-dir. O da bərabərdir 1-ə. X0-ı 1 tapdıq. İndi Y0-ı da tapmaq üçün gətirib X-in yerinə 1 qoysam, mənfi 2 vur 1 nə eləyəcək? 2, üstə gələk 4 vuraq 1, üstə gələk 9. O da eləyəcək 6 üstə 9, 15. Bu da bərabərdir 15. Deməli, nə edəcəm? 1 ilə 15-i cəmləyəcəm. Cavab edəcək 16. Deməli, 146-da cavab 16 etdi. 147. Y bərabərdir ax kvadratı plus bx plus c funksiyasının qrafikinə əsasən 2a plus b plus c cəmini tapın. Nə gözəl, nə əla. Bayaqçındandır da bu da. Bu nədir? C. C-ni 4 tapdıq. Yenə də x1 ilə x2 bir-birinə bərabərdir. O da 2-dir. O da həmçinin x0-dır. x1 ilə də x2 bərabərsə deməli diskriminant 0-dır. Buradan belə başa düşürəm ki, b kvadratı çıx 4ac 0-dır. Düzdür, səni də 4 tapmışam axı. Onda b kvadratı çıxılsın 4-ü 4-ə vursam 16a bərabərdir 0. Yəni, belə bir şey tapdım. x0-ın da düsturu x0 bərabərdir mənfi b bölək 2a. O da bərabərdir mənfi neçəyə bərabərdir? O da bərabər 2-yə. Onda mənfi b bərabərdir 2a-nı 2-yə vursam 4a. Onu da gətirib burada yazacağım. B-nin yerinə 4a yazsam 4a-nın kvadratı 16a kvadratı çıxılsın 16a bərabərdir 0-a. 16a-nı mötərizə xaricinə çıxartsam a çıx 1 bərabərdir 0. Bu 0 dedik ki ola bilməz. Amma a 1 olmalıdır ki birdən 1 çıxanda 0 eləsin. A bərabərdir 1-ə. Burada a əgər 1-dirsə onda mənfi b bərabərdir 4-ə. Müsbət b də bərabərdir mənfi 4-ə. Və salam. Hamısını neynədik? Tapdıq. Hesablayaq indi. 2a üstə gəl b, üstə gəl c. İndi baxaq. 2 vurulsun. A-nın yerinə 1 yazıram. Çünki 1 tapmışam. Üstə gələk. B nədir? Mənfi 4-dür. Üstə gələk. C-dəki nədir? Müsbət 4-dür. Mənfi 4, müsbət 4 gedir. 2 vuraq 1. Cavab nə qaldı? 2 qaldı. Keçək 148. Deyir
ki y bərabərdir mənfi x bölü 3 plus 2 funksiyasının qrafiki absis oxunu A0 nöqtəsində, ordinat oxunu isə 0B nöqtəsində kəsir. Onda A üstəgəl B cəmini tapın. Ay uşaqlar, bu x-dir, bu da y-dir də. Heç nə qoyum da yerinə. Y-in yerinə 0 yazacağım. 0 bərabərdir. X-in də yerinə A yazacağım. Mənfi A bölünsün 3, üstəgələ 2. Sonra indi bunu nəzərə alıram. İndi burada x-in yerinə 0 yazacağım. Y-ə də B qoyacağım. Bax, B bərabərdir. Mənfi x-in yerinə 0 qoyuram. 0 bölü 3 üstə gəlsin 2. Və buradan nə alıram? B bərabərdir. 0-ı 3-ə böləndə cavab 0 edər. Bir dənə 2 qalar. Deməli ki, B-ni nə tapdım? 2 tapdım. İndi gəlin buradan da A-nı tapaq. Bax, yazıram. Mənfi A bölünsün 3-ü bu tərəfə keçirdəndə müsbət A bölünsün 3 bərabərdir 2. Çarpaz bunları vursam A da bərabərdir 6-ya. Məndən A-la B-nin cəmini istəyirdi. A 6-dır, B 2-dir. Onların da cəmi 8 edəcək. 149. Y bərabərdir funksiyasının qrafiki yenə bayaqçındandır. Absis oxunu M0 nöqtəsində, ordinat oxunu 0N nöqtəsində kəsir. N çıx M fərqini tapın deyir. Aha, bax bunun üçün x-a M, y-ə 0 verəcəm. X-a M, y-ə 0 versəm, 0 bərabərdir. M bölə 2 plus 3. Bunu bu tərəfə keçirdəndə işarə dəyişir. Olur mənfi M bölə 2 bərabərdir 3. M də bərabərdir. Mənfi 2-ni 3-ə vursam, mənfi 6. İndi gəlin bu birisinə baxaq. İndi x-a 0 deyəcəm, y-ə n deyəcəm. N bərabərdir. Uşaqlar 0 2-yə böləndə 0 eləyir, n də 3 olur. İndi burada da deyir ki, n çıx m fərqini tapın. N çıx m. Deməli, n 3-dür, çıx m-dəki mənfi 6-dır. Mənfi toqquşur, müsbət eləyir. 3 üstə gələk 6 edəcək 9. Keçək 150-yə də baxaq, sonra videomuzu yekunlaşdıraq. Növbəti video dərsimizdə arxasını izah edəcəm. Y bərabərdir kx plus b düz xətti funksiyasının qrafikinə əsasən b çıxılsın 3k ifadəsinin qiymətini tapın. Deməli uşaqlar, burada y kəsdiyi nöqtə b-dir. Deməli b bərabərdir mənfi 5. Vəssalam, b bərabər mənfi 5. Onda belə çıxır ki, y bərabərdir kx üstə gəlsin b, yəni mənfi 5. İndi uşaqlar, mən k-nı tapmalıyam. Bunun üçün bax buradan istifadə edirəm. Bax bu nöqtədə x neçədir? Bax nəyin üstündə dayanmışam? X-in üstündə dayanmışam. Deməli x mənfi 1-dir. Bəs burada y nədir? Bax görürsünüz, y oxuna gəlib çatsam, görürəm ki, 0-ın üzərinə gəlirəm. Deməli orada da y 0-dır. 0 bərabərdir. K-nı mənfi 1-ə vursam, mənfi k çıxılsın 5-ə. Mənfi k keçir o tərəfə olur. Müsbət k bərabərdir mənfi 5-ə. Deməli k-nı mənfi 5 tapdım. B də səndimə mənfi 5 imiş. Hesablayaq. B-nin yerinə yazıram mənfi 5 çıxılsın 3 vurulsun k, yəni mənfi 5. O da bərabərdir. Mənfi 5, mənfi eləyəcək. Müsbət 15, 15-dən də 5 çıxsam, cavab 10 edəcək. Beləliklə, 150-nin cavabı 10 etmiş oldu. Bu video dərsimiz bu qədərdir. Əgər video izahda hər hansı bir mexaniki səhvə yol verdimsə, üzrlü sayın və qeyd edeyim ki, onlayn və ya əyani hazırlığa qoşulmaq istəyirsinizsə, sağda, solda yuxarıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hələlik.